Aha. Bəli. Deyir, deyir ki, o mərkəzindən fırlana bilən bir cins diski tarazlıqda saxlayan qüvvənin qiymətini hesablayın. AB məsafəsini bütöv verib bizə 40 santimetr. OB-ni 30 verib. Onda OA AO nə 10. qədər O olacaq? da 10'dur. 10. AO 10 olacaq, düzdür? Deməli, Bəli. F1 qüvvəsinin qolu D1 10 olacaq. F2 qüvvəsinin qolu isə 30 olacaq. 30. Hər ikisi eyni vahiddir deyə çevirmə aparmırıq. Nətərdir momentlər Bəli. qaydası? F1 D1 F1 bərabərdir D1, F2 D2. F2 D2-yə. Aydındır? Vəssalam. Bəli. 60 vurulsun o F2 de olacak 20. 20. 30 vurulsun F2. Burada da Cavab da 80 olur. cavab da olacaq neçə? 20. 80 çünki tarazlıqda saxlayan deyir. F2-ni soruşur, hə? F2 qüvvəsini Bəli. F2 olsa tarazlıqda saxlayacaq. 630-a Bəli. 4 eləyir 20 Newton. 20. Cavab olacaq Y variantı. Bu şəkildə. Zaten F2 qüvvəsi olmasa, elə bir biri sağdan çəkir, biri soldan. Saat əqrəbi istiqamətə fırladan momentlərin cəmi, saat əqrəbin əksinə fırladan momentlərin cəminə bərabərdir. Hə. İndi sizə, baxa görə o sualdan varmı burada? Hə. İndi mən sizə o dediyim qaydanı izah eləyəcəm. Bu çalışma 5-in üzərində. Çox gözəl sualdır. Deməli, nədir qaydamız? Deməli, cisimlərin tarazlıqda qalması üçün saat əqrəbi istiqamətə fırladan momentlərin cəmi saat əqrəbinin əksinə fırladan momentlərin cəminə bərabər olmalıdır. Baxın, burada qeyd edib. Baxın, bu şəkildə həllində nə qəşəng qeyd edib. Bax, fikir verin, bu dayaqdır. Bu dayaqdır. Dayağa fikir versəz, F3 qüvvəsi bunu saat əqrəbi istiqamətə fırladır. Bunu müsbət qeyd edirəm. Fikir verin, F1 isə saat əqrəbin əksidir. Bunu mənfi qeyd edirəm. Həmçinin F2 qüvvəsinin də təsir xətti bu formadadır. Bu da mənfidir. Deməli, F1 ilə F2-nin momentləri cəmi F3-ün momentinə nə olmalıdır? F2 beraber olmalı. Bərabər olmalıdır. Bəli, bəli, bərabər olmalıdır. İndi F1 vur D1, M1-in yerinə yazıram. F2 D2 də M2-nin yerinə yazıram. F3 D3-ü də M3-in yerinə yazıram. Və verilənləri yerinə yazıram. Baxa. Deməli, F1 yazdıq ki, deməli F1 D1 üstəgəl F2 D2 bərabərdir F3 D3. Hə, F1 bizdə bilinmir. D1 F1 yerine yazın. dayağa 2. qədər olan məsafədir. Sayırıq. 1, 2. F1-in qolu neçə dama oldu? 2 dama. Üstə gəlinsin. F2 20 F2 Newton. 20 değil vurulsun D2 de 1'de. Dayağa qədər 1-dir. Bərabərdir. F3 nə qədərdir? F3-dən 50 dayağa qədər 3 vurulsun 1, 50. 2, 3. 50 vurulsun 3 dama. Deməli, Ama neçəyə 4 deyir bu? tamam. Damaları atmaq olar. Deməli, Ben 4 tamam diyeyim. 4 damadır. 1, 2, 3, 4 dama. Bəli, 4 dama. Deməli, yazırıq ki, 2 dənə F1 bərabərdir. 200 çıxılsın 20-yə. Buradan da alırıq ki, 2 dənə F1 bərabərdir 180-ə. Buradan da alırıq ki, F1 bərabərdir 90-a. Doğru cavab C. Yenə təkrar edirəm, bu qaydalara uyğun topluda suallar yoxdur. Mən ona görə dərsi bu kitabdan keçirəm ki, inşallah tapşırıqları da bu kitabdan verəcəm. PDF olaraq. Aydındır? Hı. Yaxşı. Bunları da biləndən sonra ikinci növ linkdən danışa bilərik. İkinci növ linkdə baxın, bax, bunlar birinci növ linkə aid olan nümunələrdir. Baxın, mismar çıxardan bax birinci növ linkdir. Kəlbətin birinci növ linkdir. Sonra qayçı birinci növ linkdir. Bax belə. İkinci növ linkdə yük linkin dayaq nöqtəsi ilə təsir edən qüvvənin arasında yerləşərsə, dayaq nöqtəsi təsir edən qüvvələrin arasında yerləşsə, belə növ ikinci növ link adlanır. Bu da səhv deyirik. Burada belə deyək də, dayaq ya bu tində linkin, ya da bu tində qıraqlarda olarsa şagirdlər,
Bax bu dayaq ya bu sağ qıraqda ya da sol qıraqda olarsa bu cür link adlanır bir ikinci növ link. Mesela el arabası var ya bu da gör. El arabası bax ikinci növlikdir. Qüvvə bura düşür, ağırlıq mərkəzi bura. Qoz, qoz sındıran, fındıq sındıran bax məsəl üçün ikinci növlikdir. Sonra bu şüşə qapılarının qapağını açan ikinci növlikdir. İkinci növlikdə vəziyyət nətərdir? Yenə də bax burada dayağın reaksiya qüvvəsi olur. Dayağın reaksiya qüvvəsi olur. O yuxarı indi linkin tarazlıq şərtini yazırıq burada. Linkin tarazlıq şərtinə görə yuxarıya gedən qüvvələrin cəmi, yəni N ilə F1-in cəmi aşağıya gedən qüvvələrin cəminə bərabərdir. Və ikinci qayda saat əqrəbi istiqamətdə fırladan momentlərin cəmi saat əqrəbinin əksinə fırladan momentlərin cəminə bərabər olmalıdır. M2 bərabər. Buradan da N-i tapanda M bərabər olacaq F2 minus F1. Burada da yine F1 D1'i yerine yazacağım. F1 D1, M2'nin yerine yazacağım. F2 D2. Bak bu oldu linkin tarazlıq şərti. İkinci növ linkin tarazlıq şərti. Burada fərq ondan ibarətdir ki, linkin böyük qolu, yəni D2, elə linkin uzunluğuna bərabərdir. Deməli, ikinci növ linkdə fərq odur ki, linkin böyük qolu, yəni L, yəni D2 linkin uzunluğuna bərabərdir. D1 isə yenə öz növbəsində ikinci kiçik qoldur. Vəssalam. İndi yenə də buna aid nümunələri mütləq şəkildə eləməliyik ki, biz sualı tapa bilək. Məsəl üçün çalışma 6-ya baxırıq. Hə, buyurun şagirdlər, nətə yazacaq? Yazacaq ki, F2 vurulsun. Nə? D2 kömək elin müəllimə bərabərdir. F1 vurulsun. D1. D1. Aha. Baxın, bura 80, bura 20-dirsə, bu F2 qüvvəsinin qolu nə qədər olacaq? 60. 60 olacaq, düzdür? Vəssalam, yazıram 60 vur D2 bərabərdir 20 vurulsun 1,2. Neçə eləyər buradan D2-ni tapandan? D2 bərabərdir. Kömək eləyin. D2 bərabərdir. Bu 24 bölünsün 60. 6-ya ixtisar eləyəndə burada nə qalır? 4, burada qalır 10. 0,4. Deməli D2-ni tapdıq neçə? 0,4. Amma bizdən nə soruşur? Linkin Linkin uzunluğu. Linkin uzunluğu isə D1-dən D2-nin nə idi? Cəmidir. Yəni 1,2 üstəgəl 0,4 o da eləyər 1,6. Cavab olacaq A bəndi. Hə, indi biz buradan ikinci növ linkə aid suallara baxaq. Sonra keçək bloklara. Hə, 30-cu sual. Sizin də çox xoşunuza gələcək suallardır bunlar. Deməli, bizim bu F1'imiz olsun F. F2'miz də olsun hansı? 52. F2'miz də olacaq hansı qüvvə? MJ. İndi daha doğrusu bu F1 deyib F2 yazmışam bura. Eybi yox. Bu olacaq bizim F1'imiz, bu da F2'miz. F1'dən bu dayağa qədər neçə damadır şagirdlər? 5. 3 tamam. 5 dama. F1'den Dayağa 5 tamam. 1, Beş, 2, bir. 3, 4, 5. Yazırıq ki F1 D1 bərabərdir. F2 D2. F1 vurulsun D oldu 5 dama. Bərabərdir. MJ oldu Vurulsun. 3 dama. D'lər ixtisar gedir. F1 vurulsun 5. MC neçə eləyər? 30 vurulsun 3. 5 dənə F bərabərdir 90-a. Buradan da 18. F bərabər olur 18-ə. Buyurun 31-i kim səsli düşünər? Birbaşa yazaq.
MC vurulsun neçə? 2. Sağ olun, sağ olun. MC vurulsun 2. MC vurulsun 2 beraberdir 6. F vurulsun F. F 6. vurulsun 6. 2, 6. 3, 4, 5, 6. Cevap, Buradan da cevap alın ki A'dır. 40 Newton. MC bərabərdir 3F'e. Buradan F nəyə bərabərdir? MC bölünmüş 3'ə. Bəli, MC nə qədərdir? 120. 120 bölü o da eləyər 40 Newton. 40. Bəli, 32 də həmin qaydada. Aydın oldu mu? İndi mən sizə Bəli. çubuğun kütləsi nəzərə alınan hal. Çubuğun və ya lingin. Mənim hissələrin sayı nisbətinə toplandı. Çubuğun kütləsi nəzərə alınanda çubuğun tən ortasından MC çəkirsiniz. Bax, bu çubuğun tən ortası buradır. Buradan MC çəkirsiniz. Vəssalam. Sual həll olur. Çubuğun Bəli. kütləsi deyəndə tən ortadan nə edirsiniz? MC. Buyurun indi. MC vurulsun neçə dama? 2. Bərabər Bəli. beş Dayağa qədər. 1, 2. Qüvvədən dayağa qədər. Bax, qüvvədən dayağa qədər. Bəli. MC vurulsun 2 bərabərdir. Buyurun. F F1 vurulsun vurulsun 5. 60 Newton eləyəcək. 2, 3, 4, 5. Vəssalam. Bu da eləyir 300 vur 2 bərabərdir 5 F. Buradan da F bərabər olur. 600-i 5'ə 120. böləndə 600'de 120. 150. 120. Cavab C. Bunu özünüz tapın, buyurun. Tən ortadan MC çəkdik. 3 MC beraberdir 5 F. 3 MC bərabərdir 5 F. Gerisi hesablaya bilərsiniz də, düzdür? Bəli. Bəli. Aha. İndi mən sizə keçəcəm tərpənməz və tərpənən blok. Tərpənməz və tərpənən blok. Mən blokların sayı tək ədəd olsa 0,5 götürürük o yarım hissəni yenə. Bəli. Bəli, bəli. Başa düşdüm. Bloklar çəmbəri üzərində nov olan və mərkəzindən keçən ox ətrafında fırlana bilən çarx blok adlanır. Bloklar iki cür olur. Tərpənən blok, tərpənməz blok. Tərpənməz blok vasitəsilə yükü qaldırıb endirən blokun oxu yerini dəyişmir. Məsələn, bu şəkildə gördüyünüz blok tərpənməz blokdur. Tərpənən blokda isə o həmən ox yerini dəyişir. Bax, bu şəkildə gördüyünüz tərpənməz blokdur. Tərpənməz blok qüvvədən neçə dəfə qazanc versə, momentlər qaydasına görə eləyirik. Bir tərəfdən MC asılır, bir tərəfdən həmin o F qüvvəsi ilə bu MC yuxarı və ya aşağı qaldırılır və ya endirilir. Tərpənməz blok qüvvə qolları bərabər olan əslində linkdir. Bax, burada bunun elə bir ki, ekvivalent sxemi göstərilib. Bax, MJ-nin o dayaq nöqtəsinə qədər olan qolu D2-dir, yəni R-dir. F-in bu dayaq O nöqtəsinə qolu R-dir. Yazırıq ki, biz F1, D1 bərabərdir F2, D2. Yəni, mən F1-in yerinə F yazaram, D1-in yerinə bu R-i yazacam. Bərabərdir. F2-in yerinə MJ yazacam. D2 də yenə R-ə bərabər olduğuna görə R yazacam. R-lər ixtisar getdi, nə qaldı? MJ. Deməli, tərpənməz blok qüvvədə qazanc vermir. Tərpənməz blok qüvvədə qazanc vermir. Yəni, 10 kiloluq yükü 100 Newtondan qaldıracağıq. Tərpənməz blok qüvvədə qazanc vermirsə, deməli, burada belə bu ipin sərbəst ucudur. Bu da yükdür, şahidlər. Mexanizmin qızıl qaydasına görə işdə qazanc yoxdur. Qüvvədən neçə dəfə qazanırıqsa, yolda da o qədər itiririk. İndi görək bunu burada axırda mı verib? Hə, burada verib. Deməli, tərpənməz blokda ipin sərbəst ucu V-dirsə, bu cismin, bu yükün də sürəti V olacaq. Çünki qüvvədə qazanc yoxdur. İpin təcili A-dırsa, yükün də təcili A olacaq. İpin yer dəyişməsi S-dirsə, yükün də yer dəyişməsi S-dir. İpin qalxdığı hündürlük
Haşibdirsə, yükün də endiyi və ya qalxdığı hündürlük h yükdür. Yəni bunlar bir-birinə nədir? Bərabərdir. Bir də burada bərabər sürətli hərəkət üçün bərabər sürətli hərəkətdə h ipi h ip bərabərdir. Yaza bilərsiniz v ip vur t. Sonra h yükü də yaza bilərsiniz ki v yük vurulsun t. Təbii ki, yenə də burada suallar var, ona baxacağıq. Tərpənməz blok vasitəsilə cismi şaqili yuxarı qaldırmaq üçün, A tərci ilə qaldırmaq üçün mg plus A qüvvəsini tətbiq eləmək lazımdır. A tərci ilə şaqili yuxarı aparmaq üçün. A tərcili ilə şaqili aşağı endirən zaman onda ipin sərbəst ucuna mg minus A qüvvəsi ilə tətbiq etmək lazımdır. Bu da bayaqki dediyimiz söhbət. Hə, indi burada nə ola bilər? İp ilə bu ip ilə bu blok arasında sürtünmə ola bilər. İp ilə blok arasında sürtünmə olanda F qüvvəsi mg'dən əlavə bir üstünə F sürtünməni də gəlirsən. Yəni mg'dən əlavə üstünə nə gəlirik şagirdlər? F sürtünməni də gəlirik. Olur mg plus F sürtünmə. Bu nə zaman olur? Bu o zaman olur ki blokda sürtünmə qüvvəsi mövcuddur. 90% məsələlərdə deyir ki, sürtünməni nəzərə almayın. Yaxşı. İndi tərpənən blokdan danışacağım sizə. Tərpənən blokun oxu yükü ilə birlikdə qalxıb enir. Bax, buradakı bu ox yüklə birlikdə qalxıb enə bilir. Tərpənən blokda vəziyyət nətərdir? Tərpənən blokda O nöqtəsi buradadır. Bu mg'nin, təsir xəttinin O'ya görə qolu elə bərabərdir. Amma bu F qüvvəsinin O'ya görə qolu 2 elə bərabərdir. Yəni bunun şəklini burada çox gözəl şəkildə izah edib. Yenə də momentlər qaydasını yazırıq. F1 D1 bərabərdir. F2 D2. F1-in yerinə mən F yazıram. D1-in yerinə bax bura qədər məsafə. Yəni 2 yer məsafəsidir. Bax, buradan bura qədər məsafə. Yəni D1 2 yerdir. Bərabərdir. F2-nin yerinə mg yazıram. Vurulsun D2-nin yerinə R yazıram. Buradan alıram ki 2F bərabərdir mg'yə. Buradan da F bərabərdir mg bölünmüş 2-yə. Deməli, tərpənən blok qüvvədə 2 dəfə qazanc verir. Qüvvədə qazanc nədir? Qüvvədə qazanc daha az qüvvə ilə daha ağır cismi qaldırmaq. Əgər F-in sənin mg'dən kiçikdirsə, deməli qüvvədə qazanc əldə etmişsən. Aydın oldu mu? F-in mg'ni nəyə bölürsənsə o qazancdır. F bərabərdir mg böl n. Burada n ola bilər 1, 2, 3 və s. Yəni mg'ni nəyə bölürsənsə o qazancdır. Yəni mg böl 4 yazmışsansa o qazancdır. Bax belə. İndi tərpənən blok qüvvədə 2 dəfə qazanc verir. F mg böl 2-yə bərabərdir. İndi yükü A təcili ilə yuxarı qaldıran zaman olacaq mg plus A böl 2. Bayaqkindən bir dənə 2 ilə fərqlənir. Böl 2 ilə fərqlənir. A təcilindən aşağı endirəndə olacaq mg minus A böl 2. Bunlara aid sual topulda var. Hə. Topulda bunlara aid sual çoxdur. Hə. İndi gəldik mexanikanın qızıl qaydasına görə qüvvədə neçə dəfə qazanırıqsa məsafədə də o qədər itirməliyik. Onda burada biz yaza bilərik ki üzr istəyirəm, gözlətdim sizi. Deməli, dəyərli şagirdlər, bura ipdir. İpin sürəti olsun V ip. Bu isə yükdür. Yükün sürəti isə olsun V yük. Əgər ipin sürəti yükün sürətindən 2 dəfə çox olur tərpənən blokda. İpin yer dəyişməsi yükün yer dəyişməsindən 2 dəfə çox olur.
İpin hərəkət təcili yükün hərəkət təcilindən 2 dəfə çox olur. İpin qalxdığı hündürlük yükün qalxdığı hündürlükdən 2 dəfə çox olur. Bax, bu hissə çox önəmli bir hissədir. Buna fikir vermək lazımdır. Sonra burada tərpənməz blokda blokların da kütləsi nəzərə alınarsa, blokun kütləsi və yükün kütləsi nəzərə alınarsa, hətta sistemdə sürtünmə qüvvəsi də nəzərə alınarsa, onda düsturumuz bu şəkildə olur. Deməli, bu nədir bu düstur? Deməli, həm blokun kütləsi var, M blok, yükün kütləsi də var. Böldü 2-yə vurduq J'yə, bir də sistemdə sürtünmə var. Dim topluda bir ədəd bu düstura aid nə var? Sual var. Hə, polispasta keçdik. Polispast tərpənən və tərpənməz bloklar sistemindən ibarət sadə mexanizmdir. Hə, indi nə? Bu şəkildə gördüyünüz polispast. Polispasta qaydanı nətərdir? İpi izləyirsiniz. Eyni ipi izləyirsiniz şahidlər. Aşağı gedən F nəzərə alınmır. F'in ağzı yuxarısa nəzərə alınır. Baxın, məsələn bu şəkildə. Bunu izləyirik. Bax, buradan gəlirik. Buradan fırlanır. Bura bir dənə eyni F'dir də. Eyni bura F yazırıq. Buradan da gəlirik. Bu boş yer tapan kimi burada F yazırıq. Sonra gəlirik. Bax, burada bir dənə F yazırıq. Davam eləyirik. Burada F yazırıq. Davam eləyirik. Burada bir dənə F yazırıq. Davam eləyirik. Burada bir dənə F yazırıq. Görək neçə dənə F var burada. 1, 2, 3, 4, 5, 6. Deməli, bu mg ağırlıqda yükü 6 dənə qüvvə yuxarı qaldırmaq istəyir. 1, 2, 3, 4, 5, 6. Deməli, bu mg-ni 6 dənə F yuxarı qaldırmaq istəyir. Ona görə yazırıq ki, 6F bərabər mg-yə. Buradan da F bərabər olacaq mg bölü 6. Deməli, polispas qüvvədə 6 dəfə qazanc verir. Onda yolda itirəcək. Yazacağım ki, S bərabərdir 6 dənə S yükə. Burada nümunələr var. Görək o nümunələrdən bir-bir baxaq. Sonra keçək əsas nümunələrə baxmağa. Deməli, şagirdlər, bu tərpənməz blokdur. Bu F-i izləyirsiniz. Buradan gəlir belə. Hə, deyir ki, 8 kiloqramdır. Blokun kütləsini də verib. Blokun kütləsini də verəndə yazırdıq ki, M blok üstəgəl M cisim vur J. O da olacaq 8 üstəgəl 600 qram neçə kiloqramdır? 0,6 vurulsun J də 10'dur. Bu da eləyir 8,6. Burada nə deyir? Çox üzr istəyirəm. Həddindən artıq üzr istəyirəm. Çünki bu tərpənməz blokdur. Tərpənməz blok burada yuxarıya bağlanıb deyə onun kütləsini nəzərə almağa ehtiyac yoxdur. Yəni belə bir düstur yoxdur. Bu ancaq hansı blok üçün aiddir? Tərpənən blok üçün aiddir. Çünki tərpənməz blok zaten yuxarıya birləşib. Onun kütləsi olub olmamağın fərqi yoxdur. Çünki bu zaten yuxarıya bərk bir şeylə birləşib ya da iplə birləşibdir. Ona görə də elə F bərabər mg olacaq. Burada yazır. Bax yazır ki, bax deyir ki, blok tərpənməz dayağa bərkidildiyindən o dayaq vasitəsilə tarazlıqda saxlanılır. Sürtünmə nəzərə alınmadıqda F qüvvəsinin qiyməti ilə M cisim vur J ilə tapılır. Tərpənən blokda belə yoxdur. Yaxşı ki, buna baxdıq. İndi o birisinə baxırıq. Burada isə ehtiyac var. Çünki blokun kütləsi də nəzərə alınır. Blokun kütləsi nəzərə alırıq. Deməli, 20 üstəgəl 0,8 vur 10 böl 2. Artıq hansı cavab edirsə o olacaq 104. Polispasta baxaq şagirdlər. Baxın. Bunun başqa bir yolu da var. Deməli, F qüvvəsi aşağı gedəndə nəzərə alınmır. Deməli, başqa yolu nədir şagirdlər? Deməli, bunun şəkli biraz böyüdürəm. Deməli, buradan bir dənə ox çəkirsiniz. Ox görək neçə dəfə bu ipləri kəsib. 1, 2, 3, 4, bir də 5.
Deməli, bu sistem 5F yazırsınız bərabər MJ-yə. Buradan da F bərabər olacaq. MJ bölünsün 5-ə. Deməli, bu sistem 5 dəfə qazanc verir. O da təbii ki, F bərabər MC-dir. Buradan da tapa bilərsiniz. Yenə də deyirəm, iplər qaydasına görə gedirik. Bax, bu iplər qaydasına görə gedir. Bax, bu ipi izləyirsiniz. Bax, bura gəlirsiniz. Bir dənə F burada. Davam eləyirsiniz. İkinci F burada. Yenə davam eləyirsiniz. Üçüncü F burada. Yenə davam eləyirsiniz. Dördüncü F burada. Bir də beşinci F burada. Bu polispat. Və nəhayət, mail müstəvi. Mail müstəvi də qüvvədə qazanc verir. Üfüqlə müəyyən bucaq əmələ gətirən müstəvi mail müstəvi adlanır. Mail müstəvi qüvvədə nə qədər qazanc verir? Ona baxaq. Mail müstəvi qüvvədə qazanc verdiyini bilmək üçün biz əvvəlki dərsdə mail müstəvi dərsini bilməliyik. Əgər bu cisim mail müstəvidə F qüvvəsi ilə qaldırmaq istəyiriksə, bərabər sürətlə, bu F qüvvəsi bu F paralel toplanana bərabər olmalıdır. Yəni, F bərabər olmalıdır F paralel toplanana. Yəni, F bərabər olacaq mj sinus alfa. Mail müstəvidə iti bucaq qarşısındakı katetin hipotenuza nisbəti bizə sinus alfanı verir. Mən onda F bərabər olacaq mj, bu sinusun da yerinə yazıram, h bölü l. Deməli, cismi mail müstəvidə bərabər sürətlə qaldırılan zaman ona nə qədər qüvvə tətbiq etmək lazımdır? mgh bölü l qədər. mgh bölü l qədər. Biz dedik ki, qüvvədə qazanc nə idi? Qüvvədə qazanc F mg'dən neçə dəfə azsa o qüvvədə qazancdır. Buradan biz qazancı tapsaq, qazanc bərabər olacaq L-in H-a nisbəti qədər. Yəni, mail müstəvinin uzunluğu onun hündürlüyündən neçə dəfə çoxdursa o qüvvədə qazancdır. Yəni, biz burada F-in mg-yə nisbətini tapsaq, çünki biz yazıq F bərabər mgh bölü L-dir. Buradan alırıq ki, F-L bərabərdir mgh-a və buradan alırıq ki, F bölü mg bərabərdir H bölünsün L. Mən mg-ni F-ə böləndə alaram ki, L bölünsün H. Bu L bölü H qüvvədə qazancdır. Vəssalam. Deyir ki, çalışma ona baxırıq. Deyir ki, mail müstəvi qüvvədə neçə dəfə qazanc verir? Bu L-dir, bu da H-dır. Mail müstəvi L-in H-a qədər, yəni 10-un 6-ya nisbəti qədər, yəni 3-ün 5-ə nisbəti qədər qüvvədə qazanc verir. Doğru cavab B variantı. Burada da deyir ki, kütləsi 39 kg mail müstəvidə bərabər sürətlə hərəkət etdirilir. F qüvvəsinin qiymətini tapın. Deməli, F bərabər olmalı idi. mgh bölünsün elə. mg bizdə 390-dır. H bizdə 5-dir. L də bizdə 13-dür. 390 ilə 13 gedir. Burada qalır 30. 30-u da 5-ə vuranda olur 150. Cavab olacaq D variantı. Çox gözəl suallardır. Çox gözəl, çox əla suallardır. Dərsi başa düşmək üçün indi mən imkan olsa bu dərsin özünü də PDF-ini atacam qrupa. Elə dərsi buradan oxusaz kifayətdir. Başqa ehtiyac yoxdur. Faydalı iş əmsalını sonra keçəcəm. Mən sizə nədən danışacağım? Mexanizmin qızıl qaydasından. Heç bir sadə mexanizm işdə qazanc vermir. Təzədən deyirəm, heç bir sadə mexanizm işdə qazanc vermir. Qüvvədə neçə dəfə qazanırıqsa, məsafədə də o qədər nə edirik? İtiririk. Deməli, heç bir sadə mexanizm işdə qazanc vermir. Deməli, A1 nəyə bərabərdir? A2-yə. Deməli, bunların nisbəti həmişə nəyə bərabərdir? 1-ə bərabərdir. Mexanikanın qızıl qaydası. Ona görə də qüvvədə neçə dəfə qazanırıqsa, məsafədə də o qədər dəfə itiririk. İndi yenidən buradakı testlərə baxaq. Zaten dərsimiz də yekunlaşır.
Polispasla bağlı söhbətlər var burada. Bir burada bütün polispas suallarına baxacağıq sizin də köməkliğinizlə təbii ki. Başlayırıq 40-dan. Ağzı aşağı gedən qüvvə nəzərə alınmır. İpi izləyirəm. Bax, bu ip gəlib buradan. MC bölünsün 3. Ay sağ ol. Bura nə yazıram? F. Bax, burada bir dənə yazıram Bərabərdir. F. Bax, buradan gəlib burada bir dənə yazıram F. Aşağıya gedən qüvvə də nədir? MC-dir. İndi bu MC-ni yuxarıya neçə dənə qüvvə aparır? 3F. 3F bərabərdir MC-yə. Və buradan F bərabər olacaq. MC bölünmüş 3-ə. Vəssalam. 240-ı da 3'e böləndə 80. o da eləyəcək 80. İndi gəlin bura baxaq. 42-yə. Bax, bu F aşağı gedən F MC nəzərə bölünsün alınmır. 2 olacaq. 180 bölünsün 2. Baba buraya yazırıq bir dənə nə? F. F. Burada yazırıq bir dənə F. Deməli olacaq 2F bərabər MC-yə. Buradan da F bərabər olacaq. MC MC bölünsün böl 2. 2. 180 bölünsün 2. 80 O da bölünsün 2, 90. O da eləyər 90. Gələk buna baxaq. Hə. MC bölü 3. Yo. MC Burada bölü üç. F'in ağzı, bax fikir verin. F'in F ağzı. yuxarı gedir. F yuxarı 4. gedirsə, elə bil ki bunlar kimidir də. Ben. Ha, Yuxarı MC bölünsün gedəndə 4. nəzərə alırıq. 600 bölünsün 4. Deməli 4 dənə F bərabərdir MC-yə. Buradan F bərabər olacaq. MC böl 4-ə. Yəni 600-ü 4-ə bölürük. 600 bölünsün 4, 150. 150. İndi bunun H-ip H-yük söhbətini eləyək. H-ip H-yük söhbəti var, onu eləyək. Gəldik bura. Deməli bura yazırıq F. Bura yazırıq F. Burada yazırıq F. Aşağı gedən nəzərə alınmır. Nə oldu deyin? 3F MC bərabər bölü. MC. Yazdınızsa ki 3F bərabər MC, deməli 3 dəfə qazanc verir. Onda yazmalısınız ki, yolda da itirəcək V-ip bərabər olmalıdır. 3 dənə V-yük. Yəni burada yazılanın tərsini yazırsınız. Tərsini. Aydındır. Vəssalam. İpin sürəti nə qədər verib? 1,2. Vur 3 vurulsun V yük. Buradan aldım ki V yük nə qədərdir? V yük 1,2-ni bölürsüz 3-ə. 0,4. Yükün sürəti oldu 0,4. Hə, burada nətər eləyək deyin. Deməli MC F. böl 4. Tərs Evet. nisbət. Aha, MC Amma böl. ipin sürətini istədiyi üçün Dört. 2,4'ü 4'e vuracaq. Hə, indi burada yükü verib, yükün hündürlüyünü verib, nəyi soruşur? İpi soruşur. İpi. Deməli yazacaq H ip bərabərdir 4 dənə 4 H H yük. H yükə. 4 vurulsun yükü verib 2,4. O da eləyər nə qədər? 4 4 16 10,6. 10,6. elə mi eləyir bilmirəm. Yəni 7,2. 9,6 deyir. 4'e vursa 10,6. 9,6. 9,6 eləyir. Bu çapa getməmiş versiyadır. Bu kitabın çapa getməmiş versiyasıdır. Mən bu kitabın redaktor eləmişəm. Bu çapa getməmiş versiyasıdır. Orada düzəldilib. Yəni cavab olacaq neçə? 9,6. Burada elə ciddi şeylər yoxdur. Bunlardan danışdıq, hə? Bayaq bunlardan danışdıq. Şahidlər, dərs demək olar ki, yekunlaşdı. Elə bunun mən PDF-ini atacağam. Ev tapşırığı olaraq sadəcə faydalı əmsalları qalsın. İstəsəz o attığım qayda PDF-indən də öyrənə bilərsiniz. Heç bir şey. Canınızın sağlığı, şəkillər demişkən, canınızın sağlığı. Mənə sualınız varmı mövzu ilə bağlı? Hayır Hayır ben. benim yok. Oldu o zaman. Gecəniz xeyrə qalsın. Özünüzə yaxşı Sağ olun baxın. müəllim. 4-cü gün inşallah Sağ olun ben gidip Sağ olun. xeyrə. Bence de öyle. Sağ olun mən. Sağ olun, sağ olun.